18-ci əsrin sonlarında Azərbaycanda yaranmış müstəqil xanlıqlardan biri də Lənkəran xanlığı idi. Lənkəran xanlığı hələ Nadir xanın sağlığında daxili müstəqillik əldə etmişdi. Belə ki, ana tərəfdən Səfəvi nəslindən olan Lənkəranın hakimi Seyid Abbas bəy kifayət qədər bölgədə nüfuz sahibi idi və 1736-cı ildə Muğan qurultayında Nadir şahın hakimiyyətini dəstəkləmiş, hətta iki oğlu Seyid Cəmaləddin bəyi və Əli bəyi Nadir şahın xidmətinə vermişdi. Seyid Cəmaləddin bəy hərbi bacarığı ilə önə çıxmış, həm dərisinin rəngindən dolayı, həm də cəsurluğuna görə qara ləqəbi almışdı. Nadir şahın Dağıstana səfəri zamanı xüsusi fərqlənən Cəmaləddin bəy Nadir şah tərəfindən 1742-ci ildə irsi xan titulu ilə mükafatlandırılmışdı. Bu artıq onun Lənkəranda daxili müstəqillik əldə etdiyini göstərirdi. Qara xan Lənkərana döndükdən sonra xanlığı möhkəmləndirmək üçün bir sıra tədbirlər gördü. Xanlığa tabe olmaq istəməyən feodalların torpaqlarını müsadirə etdi. Qalanlarını isə mərkəzi hakimiyyətdə birləşdirdi. Daimi qoşun yaradıldı. Cənubdan gələ biləcək təhlükə nəzərə alınaraq paytaxt Astaradan Lənkərana köçürüldü. Lənkəran şəhərində geniş abadlıq işləri görülməyə başlandı. Artıq 19-cu əsrin əvvəllərində Lənkəran, Bakı və Dərbənd şəhərləri ilə yanaşı Azərbaycanın həm daxili, həm xarici ticarətində mühüm rol oynayan liman şəhərlərindən birinə çevrilmişdi. Azərbaycanın digər bölgələri kimi Lənkəran xanlığında da əsas məşğuliyyət əkinçilik və maldarlıq idi. Xəzər sahili kəndlərdə balıqçılıq, Lənkəran şəhərində isə sənətkarlıq və ticarət inkişaf etmişdi. Qara xanın tədbirləri xanlığı zənginləşdirmiş, bu isə qonşu xanlıqların iştahını artırmışdı. Lənkəran xanlığını ələ keçirməyə çalışan Gilan hakimi Hidayət xan 1768-ci ildə 12.000 nəfərlik qoşunu ilə Lənkəran üzərinə yürüyüş etdi. Şindan qalasına çəkilən Qara xan bir müddət müqavimət göstərsə də, Hidayət xan ancaq çoxlu xərc aldıqdan sonra geri çəkildi. Qara xan Gilan və digər xanlıqların hücumlarından qorunmaq məqsədi ilə qardaşı Kərbəlayı Sultanı kiçik silahlı dəstə ilə Qubaya Fətəli xanın hüzuruna göndərdi. 1785-ci ildə razılığa gəlinərək Lənkəran xanlığı Quba xanı Fətəli xanın hakimiyyətini qəbul etdi. Fətəli xan bütün Azərbaycan xanlıqlarını birləşdirib güclü bir dövlət yaratmaq istəyirdi. Lakin 1789-cu ildə Fətəli xanın ölümündən sonra ona tabe olan bütün xanlıqlar yenidən müstəqil siyasət yürütməyə başladı. 1786-cı ildə Qara xanın vəfatından sonra hakimiyyətə onun oğlu Mir Mustafa xan keçdi. Bu dövr xanlıq üçün çox ağır illər oldu. Belə ki, xarici hücumlar əsasən də cənub sərhədlərindən ara vermək bilmirdi. 1794-cü ildə Azərbaycanın cənubunda hakimiyyətə gələn Ağa Məhəmməd Şah Qacar İranda öz mövqeyini möhkəmləndirdikdən sonra Cənubi Qafqaza hücuma başladı. Qacarlar öz qoşunlarını 1795-ci ildə həm İrəvan, həm də Lənkəran istiqamətində Azərbaycana yeritdi. Mir Mustafa xan düşmənə müqavimət göstərmək iqtidarında olmadığından Lənkəran əhalisini Sarı adasına köçürüb müdafiə mövqeyi tutdu. İran qoşunları getdikdən sonra Lənkərana qayıdan Mir Mustafa xan Rusiyanın himayəsini qəbul etdi. Ancaq 1796-cı ildə 2-ci Yekaterinanın vəfatından sonra hakimiyyətə gələn 1-ci Pavel Rus qoşunlarını geri çağırdı. Bundan istifadə edən Qacarlar yenidən Azərbaycana hücuma başladı. Xanlıq Qacarlardan asılılığı qəbul etməli oldu. 1813-cü ilin yanvarında Rus qoşunları Lənkəran şəhərinə hücuma başladı. 3 saat davam edən qanlı döyüş nəticəsində Ruslar 350 nəfər itki verərək Lənkərana daxil ola bildilər. Şəhərin müdafiə qüvvələrinə rəhbərlik edən Sadıq xan 4000 əskəri ilə qəhrəmancasına savaşaraq şəhid oldu. Ruslar şəhərə daxil olduqdan sonra demək olar ki, əsl qətliam edərək şəhərin 16000 sakinini qətlə yetirdilər. 1813-cü ilin oktyabrın 12-sində Rusiya və İran arasında
Gülüstan müqaviləsi imzalandı. Bu müqavilə ilə Azərbaycanın iki hissəyə bölünməsinin əsası qoyuldu və Azərbaycan torpaqları iki işğalçı arasında bölüşdürüldü. Lənkəran xanlığı da bir çox digər Azərbaycan xanlıqları kimi Rusiyaya birləşdirildi. Rusiyanın tərkibində xanlığın daxili müstəqilliyini müvəqqəti qoruyan Mir Mustafa xan 1814-cü ildə vərəm xəstəliyindən vəfat etdi. Onun yerinə oğlu Mir Həsən xan keçdi. Ancaq Lənkəran xanlığı 1826-cı ildə Rusiya tərəfindən ləğv edildi. Sonuncu xan olan Mir Həsən xan 1831-ci ildə Lənkəran üsyanında Ruslara qarşı qəhrəmancasına vuruşsa da tab gətirə bilməyib İrana sığınmalı oldu və 1832-ci ildə Rusiyanın sifarişi ilə zəhərlənərək öldürüldü. Dərbənd xanlığı 18-ci əsrin sonlarında Nadir Şahın vəfatından sonra yaranmış xanlıqlardan bəziləri var idi ki, çox qısa müddətli müstəqil olmuş, daha çox başqa xanlığın muxtar əyaləti kimi tarixi yaddaşlarda qalmışdı. Belə xanlıqlardan biri də Dərbənd xanlığı idi. Xanlıq 1747-ci ildə Məhəmməd Hüseyn xan tərəfindən yaradılmış, 1759-cu ildə Quba xanı Fətəli xan tərəfindən öz xanlığına birləşdirilmişdi. Rus tarixçisi Mixail Çulkov yazırdı ki, Dərbənd xanı xalqa zülm edir, ağır vergilərlə əhalini bezdirmişdi. Bu səbəblə əhali məktub yazaraq Quba xanı Fətəli xandan kömək istəmişdi.